Bugün səhər saatlarında Moskva-Simferopol marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Donetskdə dron hücumuna məruz qalıb. Nəticədə 8 nəfər ölüb. Hava hücumları ilə bağlı rəsmi açıqlamalar da var. Xüsusi müxbirimiz Zakir Musayev efimizə qoşulub. Zakir, axşamınız xeyir olsun. Məlumatlar sizdədir. Eşidək, Zakir. Hər vaxtınız xeyir. Bəli, Kremlin sözcüsü Dmitri Peskov Moskva-Simferopol marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun vurulması ilə bağlı bildirib ki, Rusiyanın xüsusi hərbi əməliyyatı məhz bu tip hücumların qarşısını almaq məqsədi daşır və o həmçinin vurğulayıb ki, Ukrayna tərəfindən həyata keçirilən zərbələrə Rusiyanın cavab tədbirləri sistemli xarakter daşır və artıq tətbiq olunur. Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zakharova isə hadisəni sərnişinlərə qarşı yönəlmiş terror aktı kimi xarakterizə edib. Qeyd edim ki, bugün Sankt-Peterburqda beynəlxalq iqtisadi forumda öz işinə başlayıbdı və Rusiyanın şimal paytaxtı da PUA hücumlarına məruz qalıbdı və Peskov bildirib ki, Rusiyanın xüsusi hərbi əməliyyatı məhz Sankt-Peterburqa və digər şəhərlərə qarşı həyata keçirilən hücumların qarşısını almaq məqsədi daşır. Və onun sözlərinə görə əməliyyatın davam etdirilməsi belə insidentlərin təkrarlanmaması üçün zəruri hesab olunur. Belə, bu saata çatdırmaq istədiklərim bunlar idi. Söz yenidən sizdədir. Təşəkkür edirik, Zakir. Məlumat üçün çox sağ olun.